İlk öncə salamlayıram əziz izləyicilər. Sizi böyük gələcəyə kiçik addımlarla verilişin növbəti qonağı Murad Səfərlidir. Murad Səfərli, xoş gəlmisən bizim verilişimizə. Hoş gördük. İlk öncə özünü təqdim elə, neçənci ildə və harda dünya gözəsən? Mənim adım Murad Səfərlidir. 2015-ci ildə yanvarın 21-i Xelsan qəsəbəsində dünyaya göz açacağam. İlk klubun hansı olub? Real Leon. Və daha sonra binə karyeran var və indi də icarə əsasında Afqrupda sən çıxış edirsən. Binə karyeran necə oldu? Necə gəldin binə klubuna? Maraqlı. Əvvəlcə biz Real Leonda məşq edərkən Anar müəllim məndən xoş gəldi. Yəni Anar müəllim məsləhəti ilə bəzi uşaqlar binəyə getdi. Mən də onların arasındaydım və bu tamamilə öz istəyimlə oldu. Yəni binə klubuna keçməyin sadəcə Anar müəllimin təşəbbüsü sənin sürməsi, təklif etməsi və sənin də binə klubunu seçməsi sənin öz təşəbbüsün və istəyinlə həyata keçir. Qapısı kimi mübarizə aparsan meydanda, Afqrupda hal-hazırda. Binədə və Afqrupda mübarizə apararkən nömrə, hansı nömrə formadır? İki komandada 12 nömrə geyinmiş. 12 rəqəmli nömrə yəni. Özün mü seçmisən komanda? Özüm seçmişim. Səbəbi nədir bilmək olar? Səbəbi yoxdur. Özüm. Sadəcə 12 rəqəmindən xoş. Anladım. Sevdiyin bir qapıcı varmı? Dünya futbolunda. Əsrarəngiz qapısı varmı? Kimi sənin üçün? Lev Yaş. Oo. Lev Yaş, qızıl topun sahibi. Dünya futbolunda onu da qeyd edim ki, Lev Yaşın, yəni ki, bilirsən, yeganə qapıcıdır ki, qızıl topun sahibi oldu. Rəslərin bilgisində kifayət qədər onun keçirib, kifayət qədər söz sahibi bir qapısı olub. Hal-hazırda qeyd etdim ki, Afqrupda mübarizə aparsan və gələn sezonda mən bildiyimə görə yenidən binə komandasını qayıdırsan. Yəni 11 liqasında binə komandasının heyətində yenidən 12 nömrə forma ilə qapıda mübarizə aparacaqsın. Maraqlı bir sual vermək istəyirəm sənə. Mübarizə apardığın birinci mövsümdə, binə komandasının ikinci mövsümdə getmişsən. Birinci mövsümdə yadda qalan oyunun və qələbə qazandığınız oyunda maraqlı bir oyun varmı xatırladığın? İlk görüşümüz Zirvə ilə qarşılaşmamız var idi. Orada binədəydim. Daha sonra isə Afqrupada davet etmişdim. Zirvə ilə oyunu zamində başladım. Birinci Etiades. Etiya dayanmışdım. Birinci səsəbdə Tamerlan dayanmışdı. Tamerlan dayandı. Öncə yaxşı dayandı. İkinci hissədə də mən deyib oynadılarında və 11... Utarışan oldu mu həmin oyunda? Bir-iki dəfə olduq. Murad, elə bir oyun olub mu ki, gözləmədiyin məğlubiyyət? Birinci mövsümdə xeyr, bunə elə bir məğlubiyyət yaşamamışam. Ancaq Afqrupla bəli yaşamışam. 2 dəfə olub. Bir Qarabağla oyun, biri isə Sabahla oyun olmuş. Qarabağla neçəsə məğlub oldunuz və ya Sabah? 14-1 Qarabağla, 16-0 Sabahla. Yəni həmin onda sənin yaddaşından silinməyəcək bir qapıcı kimi. Əsas qapıcıdır sən. Bəli, Afqrupda əsas. Təbii ki, indi burada belə bir fikir formalaşır ki, bəzən qol vuranda qapıcılarda daha çox görüşür. Təbii ki, anlaşılandır. Qapıcının nə sözü daha ağırdır. Azərbaycanda peşəkar karyerabı davam etdirmək istəsən, hansı qolda davam etdirmək istəyirsən? Neftçi Peşəkar futbol klubunda. Neftçidə mübarizə aparmaq istəyirsən. Ölkə sərhədlərindən kənarda, yəni Avropada mübarizə aparmaq istəsən, hansı komandanın şərəfini qorumaq istəyirsən? Daha çox Barselona və Beşiktaş klublarını istəyirəm. Yəni hər küçük kluba azərkeşlik edirsən, belə anlayın. Türkiyədə Beşiktaşı tanıqlıq etməyin məxsus səbəbi varmı? Sadəcə sevdiyim komanda. Gücünə güc qatmaya gəldik, bu gecə səninlə ölməyə gəldik deyirsən sən. Və dedim ki, bizim ortaq nöqtəmiz artıq tapıldı, mən də Beşiktaşın fanatıyam. Təbii ki, bu da mənə üçün sevindirici haldır ki, qonağın Beşiktaşa fanatlıq edir. Bir komanda alındı. Ölkə xaricidən kənarında. Yəni Azərbaycan millisinin şərəfini qorumaq istəyirsən, yoxsa Avropa top komandalarının birini? Azərbaycan millisinin. Yəni Azərbaycanda qalmaq istəyərsən və Azərbaycanın şərəfini qorumaq istəyərsən, qapıcı olaraq. Azərbaycan millisində, yəni gəlib keçən qapıcılar var, yəni səni tanıdığın, hansı qapıcının daha çox özü örnəyə bilirsən? Müasir futbolda 2 nəfər. Cahangir Həsənzadə 12 nömrə formayla və Kamran Ağayev. Bəli. Seçim qarşısına qalsan Kamran Ağayev yoxsa Cahangir Həsənzadə? Kamran Ağayev. Xəzər Lənkəran karyerası olan və Azərbaycan millisində
forma geyinmiş. Bəli, forma geyinmiş Kamal Ağayevi seçərsən. Kamal Ağayevin yəqin ki, onlarına baxmısan. Yəni sənin yaşın onun onlarına baxmağa kifayət edir. Hansı oyunu yadda qalıb Kamal Ağayev? Xəzər Lənkəranla Neft oyunu var idi. 4 dənə vurduğu neftçiyə, Kubok Kənin Lənkəran. Məşhur o meyxanası da var Ağayevin. Ya komandasında mübarizə apararkən hansı komanda yoldaşlığına sərrasər anlaşa bilir? Əli. Müdafiənin kapitanı Əli. Milanın kapitanı, komandanın kapitanı Əli. Avqrupda varmı belə bir oyuncu? Xeyr, yəni qrupda çox görməmişəm elə oyuncu. Yəni rahatçılıq deyəndə Əli yazığa gəlir. Əslində bu cavablar və oynadığın kluba qarşı olan simpatiyadan irəli gəlir. Simpatiyan, sənin o sevgin və sənin o istəyindən irəli gəlir. Mən səni anlayıram. Bir qapıçı olaraq öz heyətini yığmaq istəsən. Yəni qızıl 11-liyi yığmaq istəsən. Özündə qapıda mübarizə aparsan. Maraqlıdır mənə heyətiniz olar. Ümumiyyətlə mən 4-3-3 oynatmaq istəyirəm. Aha. Qapıda özünsən. Səfərmi sağ cınaq müdafiəçisi. Sağ cinahında Dünya futboluna deyə bilərsən. Azban futbolundan da o təbii sənin seçimi. Carvajal. Sağ cinahda. Dani Carvajal, Real Madrid. Müdafiənin mərkəzində. Sergio Ramos. Sonra Və Maldini. Məşhur Milan kadrosundan Maldini. Sol cinahda Sol cinahda Carlos. Roberto Carlos. Klassikləri sevirsən, yaşın az olmağına baxmayaraq sənin orta xəttdə. Yəni Milanın mərkəzində mübarizə aparacaq. Oyunçular mənə maraqlıdır. Xavi Iniesta. Başqa bir nədə qalır? Ronaldinho. Roni. Hücumda. Hücumun mərkəzində Fenomen Ronaldo. Yekədiş. Solda Cristiano. Sağda isə Messi. Lionel Messi və sənin qurduğun bu ideal heyətini düşünürsən ki, dünyada bütün kubokları alıb sıçratmaq olar. Və biz də inanırıq, çünki saydığın elə adlar var ki, yəni çox böyük bir simalar. Yaxşı, öz əvəzləyicin kimi görərsən. Mənə çox maraqlıdır. Luni, Real Madridin əvəzləyici qapısı. Çox maraqlı bir seçim idi əslində. Çünki dünya futbolunda Bartes kimi, Oliver Kahn kimi, Buffon kimi, Donnarumma kimi, Courtois kimi qapıçılar qalıb və sən Luni'ni daha istedadlı sayırsan. Real Madridin hal-hazırda. Niyə? Çünki keçən il Real Madrid çempion olmağında çox səbəb elə Luni'yə görə idi. Niyə? Çünki Thibaut Courtois zədələnmişdi və onun yerinə Luni oynadı və bununla demək olar ki, elə finalı o qazandı. Sevdiyin əlcək varmı? Yəni onun adı, hər bir markanın adı var. Təbii bir sevdiyin rəng, əlcəyin üstündə rəng olaraq hansı rəngi xoşlayırsan? Əlcək dəmir rəngi olsun. Mavi. Sevdiyin yemək varmı? Sushi. Sevdiyin əşya varmı? Bax, hər şey yoxdur. Əlcəyi olaraq, təbii qapıçı olaraq əlcəyi xoşlayırsan. Çünki əvvəlcədən bu sual vermişdim və sənə daha bir sual vermək istəyirəm. Sevdiyin meyvə varmı? Bana. Mən sənə çoxlu sayda, sayıb bitməyəcək qədər banan, yeyib bitirə bilməyəcəyin qədər sushi, sonuna bitməyəcək qədər əlcək versəm. Və sənə təklif etsəm ki, bu saydıqlarımın qarşısında futbolu buraxacaqsan, daha futbol oynamaya. Düşünmə. Bax, gəl olsun. Bəlkə düşünərsən, axı seçdidə. Yox. Çox dadlı yeməklər var, çox böyük saysız soyda əlcək və yaxud da əşya var. Futbol mənim həyatımda nə futbolun dönməz. Bu günləri bizim verilişimizin qonağı oldu. Və kontingent gördüm, yəqin ki, böyük gələcəyi kiçik addımlar adlanan bu verilişin qonağı oldu. Veriliş haqqında düşüncələr. Məncə yaxşı verilişdir. Davam etsin ki, uşaqların fikirlərini bildirsin. Uşaqlar ürəyini açsın ki, həm də uşaqların nə istədiyini bilsin. Həm valideynlər, həm məşqçilər. Xüsusi bir təşəkkürün varmı sənin bu futbolda düşündüyün? Futbolda ancaq Anar müəllimə təşəkkür etmək istəyirəm ki, mənə futbolu öyrətdi, bu komandaya gətirdi ki, mən hal-hazırda bu komandadayam. Təşəkkür edirəm bizə vaxt ayırdığın üçün. Ümid edirəm ki, böyük karyeran olacaq, bir futbolçu kimi, bir qapıçı kimi çox böyük bir karyera malik olacaqsan. Tutduğun bu yolda təbii bir qapıçı mövqeyində oynamaq nə çətin olsa da sənə gözəl xarakter, dözümlü xarakter, bütün ideologiyanın, bütün düşüncələrin həyata keçməyini
arzu edirəm və təşəkkür edirəm bizim verilişdə çıxış etdiyiniz Murad Səsərli minnətdar.